Salam dəyərli izləyicilər, Bakı TV kanalının izləyiciləri, Nərimanov metrosunun yanında təcili 3 otaqlı mənzil satılır, sənədləri də çıxarışdır. Bu qiymətə Nərimanovda 3 otaqlı, yeni təmirli, əşyalı mənzil yoxdur. Yəni bu mənzilin ikincisi yoxdur. Qiymətdə başda deyirəm 319.000 manat start qiymətdir. Sənədlərimiz də çıxarışdır, ipotekası təsdiqlənmiş müştərilər bu mənzili ala bilərlər. Gəlin sizə keçək mənzili göstərim. 19 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşir. Mətbəx yerləşir burada. Ümumi sanitar qovşağı, giriş qapısını bir dənə göstərək. Proyektlə tanış olaq. Giriş qapısı burada yerləşir. Bir yataq otağı, ikinci yataq otağı və qonaq otağı. Bu mənzil 2 otaqdan 3 otağa düzəlib, sadəcə birinci işıqla düzəlib. Yəni bütün otaqların hamısında pəncərə var. Gəlin elə mətbəxdən başlayaq. Kondisionerlər hamısı qoyulub. Yerlər qranit istit döşəmə. Patolog işləmələrimizdə var. Lüstr, spotlar tamaslı vəziyyətdə. Mətbəx mebelimiz tam quraşdırılıb, tam boy patoloqa tavan hündürlüyünə kimi. Tavan hündürlüyü də 3 metrdən artıqdır. Mətbəx mebelimiz üstü tökmə mərmər, sinəlik mərmərdən istifadə olunub. Qaz peçi, aspirator, gizli soyuducu, paltarlayan, hamısı düzgün quraşdırılıb. Mətbəximizi bu küncdən də göstərək zəhmət olmasa. Pərdənin arxasında böyük eyvanımız var. Burada 4 nəfərlik masa var və bu masanı artıra bilərsiniz 6 ya 8 nəfərə. Çünki yer genişdir, istəsəz dəyişə bilərsiniz masanı. Və belə mətbəximizi bu küncdən də gördünüz, televizorlara kimi. Hamısı təzədir və bir gündə belə olsun, yaşayış olmuyor. Mətbəxdən bu qədər. Gəlin davam edək, gəzək mənzilimizi. Giriş qapısı hol hissəsində dəyişdirilib, ən keyfiyyətli qapılardan qoyulub. Yəni şirkət qapısı deyil. Sol tərəfdə domofon sistemi, sağ tərəfdə bu güzgülərin arxasında qardırob mebelimiz yerləşir. Divar içidir və tam boy tavan hündürlüyünə kimi möhtəşəm yığılıb. Və burada maşın kraskası ilə işlənmiş qapılar, maqnit rutskalar və sanitar qovşağı. Gəlin bunu sizə yaxından göstərim. Keyfiyyətli materiallardan istifadə olunub, fərqli teksturada qranitlər, divar içi unitaz, sol tərəfdə moydadır. İşıqlı güzgümüz, böyük geniş bir burada duş qabını hissə qalıb, divar içi duş aksesuarlarından istifadə olunub, alçıvan figurlar, patolog işləmələrində havalandırma sistemi, spotlar, hər şey düzgün nəzər alınıb, bütün aksesuarlar da qurtusuna kimi hamısı düzgün istifadə olunub. Bu bizim sanitar qovşağımız. Gəlin elə buradan da otaqları bir gecə gedəyik. Bu hol hissəsinin ikinci hissəsidir. Hol hissəsi də qranit istit döşəmədir. Gözəl buralar, gizli işıqlar, spotlardan istifadə olunub. Abo işləmələr də çox da keyfiyyətli təmirdir. Birinci yataq otağımız. Yumuşaq dəstlər hamısı düzgün quraşdırılıb. Taxt üstü buralardan istifadə olunub. Patolog işləmələrimizdə var. Lüstr, spot, gizli işıqlar, tamaslı vəziyyətdə kondisionerlər. Hamısı düzgün quraşdırılıb. Televizorlar, bütün otaqlarda mətbəx də daxil olmaqla hamısında var. Gəlin bu küncdən də bir dənə göstərək. Yataq otağın divar içi qardırob mebelindən istifadə olunub. Yenə də üzü güzgülü. İçi də kifayət qədər dərin, geniş, tam boy tavan hündürlüyünə kimi. Buradan deməli bu yataq otağından da böyük bir terası var mənzilin. Böyük bir eyvan var. Tam mənzilin boyuna kimi hamısı eyvandır. Gəlib baxdığınız zaman görəcəksiniz. Gəlin davam edək. Bu da ikinci yataq otağımız. Siz buradan çəkim edənlər, mən buradan göstərim. Yumuşaq dəstlər hamısı düzgün quraşdırılıb. Televizor başda, kondisioner, patolog işləmələrimizdə var. Lüstr, spot, gizli işıqlar, taxt üstü buralar, tumbalar. Yenə də burada divar içi tam boy tavan hündürlüyünə kimi. Qardırob mebeli yerləşdirilib burada. Sürtmə qapılarla, paxlava, düzgü işləmələrlə. Bu da bir yataq otağımız. Və qaldı qonaq otağı. Normal ölçüdə də qonaq otağımız var. Qeyd etdiyim kimi 2 otaqdan 3 otağa düzəlib bu mənzil. Ancaq ki birinci işıqladır. Bütün otaqların hamısında pəncərə var. Qanuni 3 otaqdan seçilmir. 99 kvadratlı bu mənzil. 19 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşir. 99 kvadratlı sənədlərimiz də çıxarışdır.
Yumşaq dəstlər quraşdırılıb, 6 nəfərlik masa qarşısında yenə də böyük bir eyvanımız var. Kondisionerlər hamısı öz yerində. Twistentin belə bir yeri yığılıb, televizor tam asılı vəziyyətdə, patolog işləmlərimiz də var. Lüstr, spot, gizli işıqlar, pərdələr tam asılı vəziyyətdə. İstilik sistemimiz kombidir, binada qaz var. Yəni təcili satılır bu mənzil, qaçırmıyor. Bu qiymətə 3 otaqlı belə mənzil Nərimanov ərazisində yoxdur. Yerləşir Əliyar Əliyev küçəsi Modern məktəbin yaxınlığında. Buradan Nərimanov metrosuna 8-9 dəqiqə maksimum belə deyim, piyada gəzə-gəzə getsəz 8 dəqiqəlik məsafədir. Bunu bildik və qiymət 319.000 manat. Real alıcılar əlbəttə ki indirim var. Növbəti çəkilişlərdə görüşərik. Sağ olun.